Hörmətli müəllimlər, bugünkü verilişimiz informatika fənninə həsr olunur. Bugün biz Nayda İsayevanın təqdimatında Python proqramlaşdırma dili, şərt operatorları mövzusunda test tapşırıqlarının izahı ilə tanış olacağıq. Salam Nayda xanım. Salam. Nayda xanım, təqdim edəcəyiniz bugünkü mövzu hansı məzmun sahəsinə aiddir və hansı sinifləri əhatə edir? Bugünkü mövzu ikinci məzmun sahəsinə aiddir. Formalaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma. Bildiyiniz kimi, həmin sahə 25 sual daxildir. Bu test tapşırıqlar 8-9 sinif dərsliklərini əhatə edir. Təşəkkür edirəm məlumat üçün. Buyurun test tapşırıqlarının izahına keçək. Deməli, budaqlanan alqoritmlər Python proqramlaşdırma dilində şərt operatorlar vasitəsilə reallaşır. Gəlin bu test tapşırıqlarla tanış olaq. Birinci test tapşırığı verilmiş proqram fraqmentində 3 nöqtənin yerində nə olmalıdır? Bizə proqram fraqmenti verilir və burada 5 bənddən biz birini seçməliyik. Aydındır ki, if bəndi burada yaramır. Ona görə ki, if operatordan sonra mütləq şərt göstərilməlidir. B kiçikdir ondan. Bu bərabərsizlik də yaramır. Ona görə ki, mütləq bərabərsizlikdən sonra qoşa nöqtə qoyulmur. Else komandası, bax bu doğru cavabdır. Gəlin o birisi cavablara da baxaq. Yer dəyişmə operatoru CB bərabərdir BC. Bu da ola bilməz. Ona görə ki, qoşa nöqtə qoyulmamalıdır burada. Elif komandadan sonra mütləq şərt göstərilməlidir. Yəni düzgün cavab C bəndidir. Növbəti tapşırığa keçək. Verilmiş 3 rəqəmli tam ədəd üçün proqram icra olunub. Proqramın təyinatını müəyyən edin. A. 3 rəqəmli ədədin 100-ə bölünməsi. B. Ədədin öz rəqəmlərinin cəminə bölünməsi. C. Ədədin palindrom olub-olunmaması. D. Ədədin öz birinci rəqəminə tam bölünməsi. Y bəndi ədədin öz üçüncü rəqəminə tam bölünməsi. Gəlin fikir verək proqrama. Deməli, n dəyişəni bizdə daxil edilir. N-in qiyməti biz görürük ki, bu tam ədəddir. Bundan sonra onun mütləq qiyməti götürülür. Bundan sonra bizə if operatoru verilir, şərt operatoru verilir və gördüyünüz kimi burada şərt, burada bərabərlik yazılıb. Sol tərəfdə bizdə əgər bu ədəddirsə, biz mütləq qiymətdirsə, biz burada yoxlayırıq onun birinci rəqəmini tapırıq. Yəni, əgər biz n-i 100-ə bölsək və onun tam hissəsini götürsək, biz 100-lük mərtəbəsini tapmış olarıq. İkinci isə biz n faiz işarəsi 10. O deməkdir ki, biz yenə tam bölmədən istifadə edirik və qalığı müəyyən edirik. Onunla biz onun təklik mərtəbəsini tapırıq. Yəni, faktiki bizdə 3 rəqəmli ədəddir. A, B, C tutaq ki, 3 rəqəmli ədəddir. Biz sol tərəfdə burada yazılmış n bölünsün tam bölmədir 100-ə. Biz tapırıq 100-lük mərtəbəsini. Sonra n faiz işarəsi 10. Biz tapırıq təklik mərtəbəsini və onların arasında bərabərlik işarəsi qoyulub. Deməli, əgər birinci rəqəm, ədədin birinci rəqəmi bərabərdirsə onun sonuncu rəqəmə, amma biz bilirik ki, 3 rəqəmli ədəd bizə verilir və biz ekranı çıxardırıq yes sözü. Əks halda no sözü. Nəzərə alsaq ki, bu ədədin 3 rəqəmi var və biz birinci və üçüncü rəqəmin biz bərabər olub-olmamasını yoxlayırıq. O deməkdir ki, biz ədədin palindrom olub-olmamasını yoxlamış oluruq. Yəni, palindrom ədəd hansı ədəddir? Onun soldan sağa və sağdan sola eyni oxunması nəzərə tutulan ədəd, bu palindrom ədəd sayılır. Ona görə düzgün cavab C bəndidir. Növbəti suala keçək. C dəyişənin hansı qiymətində proqramın nəticəsi 6 olacaq? Proqram koduna fikir versək, biz görə bilərik ki, burada biz count funksiyadan istifadə olunur. Əvvəla bizdə dəyişən, C dəyişəni bizdə sətir tipli olacaq. Biz inputdan istifadə edirik. Burada artıq int yoxdur. Yəni, biz bunu ədəd kimi daxil etmirik. Hansısa bir sətir tipli dəyişən qiyməti daxil olunur və biz birinci, burada 3 iç-içə if operatorları verilir, diqqət yetirmək olar.
İç-içə operatorlar 8-ci sinif proqramına daxildir. Yeni dərsliğində var artıq. Bunu da qeyd edim ki, yeni nəşrdə, 8-ci sinifin yeni dərsliyin yeni nəşrində həm iç-içə operatorlar var, həm if, elif konstruksiyası artıq yerləşdirilib, bu materiallar yerləşdirilib, yer dəyişmədən məlumat verilib, sonra ternar operatorlar haqqında məlumat verilib. Bunlar hamısı yeni nəşrdə var artıq. Bu materiallar var. Gəlin baxaq. Deməli bizdə 3 if operatoru verilir, iç-içə operatorlardır. Birinci operator, if operator nəyi yoxlayır? Gəlin bunun şərtinə baxaq. Deməli bu yoxlayır onların sayını yoxlayır. Əgər hansısa bir sətirdə onların, o hərfin sayı 2-dən kiçikdirsə, biz artıq m-i bir vahid artırırıq. Əgər 2-dən kiçikdirsə, deməli ya 0 ola bilər, ya 1 ola bilər. İkinci gəlin nəzər salaq, bu şərtə nəzər salaq. Burada deməli biz erlərin sayını tək ədəd olduğunu yoxlayırıq. Yəni faiz 2 bərabərdir 1-ə, o deməkdir ki, qalıq 1 olacaq. 2-yə böləndə 1 olmalıdır. O demək, o ancaq tək ədədlərdə ola bilər. Cüt ədədlərdə o həmişə 0 verir. Ona görə də erlərin sayı ya 1, ya 3, ya 5, ya növbəti hansısa bir başqa tək ədəd ola bilər. Bu zaman bizdə m-in qiyməti 2 vahid artırılır. Yəni əvvəlki m-in qiymətinə 2 vahid gəlir. Yəni bu komanda mütləq yerinə yetirilir. Bundan sonra biz keçirik bura və bu artıq biz bu mənfəətmə operator işləyəndən sonra biz növbəti if operatoru yoxlayırıq və burada biz A-ların sətirdə A hərflərin yoxlayırıq sayını. A hərflərin sayı, yəni 2-yə böldükdə 1 verməlidir. Bu da o ya 2 ola bilər, ya 3 ola bilər. Yəni bunların sayı. Başqa variantlarda, yəni başqa variantlar burada yoxdur və bu zaman şərt ödənilərsə, bizdə m-in qiyməti 3 vahid artırılır. Yəni bax, burada alınmış m-in qiyməti. Deməli, əgər 3 bu komanda, 3 if operatoru yerinə yetirilirsə, bizdə m-in qiyməti 6 olmuş. 6 olur. Deməli, biz yoxlamalıyıq bütün bax bu variantlar üçün, A, B, C, D, Y variantlar üçün hansı sətir, hansı söz belə deyək, həmin bu şərtləri ödəyir. Baxsaq, prosesor sözünü, gəlin birinci sözü baxaq, prosesor sözü. Prosesor sözündə 2 dənə O hərfi var. Deməli, birinci şərti ödəyir artıq. Yəni, biz deyirik ki, onların sayı 2-dən kiçik olmalıdır. Amma bizdə burada 2 O hərfi var. Deməli, birinci şərti ödəmir. Birinci şərti ödəmirsə, artıq biz buradan çıxırıq, həmin bu konstruksiyadan çıxırıq və çap edirik m-in qiymətini. M-in qiyməti 0-dır. Deməli, birinci A bəndi bura doğru cavab ola bilməz. B bəndinə baxaq, korrektor sözü. Korrektor sözündə yenə 2 dənə O var. O hərfimiz 2 dənədir. Ona görə də bu da yaramır. Yəni biz artıq həmin bax bu şərtdən, bu şərt ödənilmirsə, biz artıq çıxırıq və m-in qiymətini çap edirik. Yəni burada artıq 6 alınmır, burada 0-dır. C bəndinə baxaq, kilometr sözünə baxaq. Kilometr sözündə O hərfi bizdə bir dənədir burada. Deməli, birinci şərt ödənilir. M-in qiyməti olur artıq 1, yəni 0-ın üstünə 1 gəlir, olur 1. Biz başlayırıq yoxlamağa ikinci şərti. İkinci şərtdə də deyilir ki, erlərin sayı bizdə olmalıdır tək ədəd. Yəni 1, 3, 5 və s. Gəlin yoxlayaq. Kilometr sözündə er bizdə bir dənədir. Doğrudan da bu tək ədəddir. Deməli, şərt ödənilir və m-in qiyməti bizdə artıq olur m plus 2. Yəni 1 oldu burada və yenə üstünə 2 gəlir, olur artıq 3. Və gəlin yoxlayaq. Üçüncü şərt ödənilir ya yox. Deməli, A-ların sayı bizdə 2 ya 3 olmalıdır. Kilometr sözündə təəssüf ki, A hərfi yoxdur və artıq biz buradan çıxırıq. Deməli, bu şərt ödənilmir və deməli, bax, bu komanda yerinə yetirilməyəcək və m-in qiyməti burada olacaq 3. Deməli, bu bənd də 6-nı vermir bizə. D bəndinə baxaq, barometr sözü. Barometr sözündə bizdə onların sayı bir dənədir. Bizdə deməli, birinci şərti ödəyir. Erlərin sayı barometr sözündə 2-dir və burada artıq biz 2 ola bilməz. Bizdə lazımdır ki, bizdə ya 1, ya 3, ya 5 və başqa tək ədəd olsun. Deməli, biz artıq buradan çıxırıq və cavab 1 olur.
Və qalır Y bəndini yoxlamaq, klaviatura sözünü. Klaviatura sözündə onların sayı bizdə yoxdur. Deməli, birinci şərt ödənilir. Bizə lazımdır ki, 2-dən kiçik olsun. Yəni 0 da ola bilər. Ona görə də M-in qiyməti 1 olur. Sonra R-lərin sayını yoxlayırıq. Yəni bizdə mütləq burada olmalıdır, tək ədəd olmalıdır. Yoxlayaq. R-lərin sayı burada bizdə 1-dir. Doğrudan da ikinci də şərt ödənilir. Deməli, M-in qiyməti olur 1 + 2 olur 3. Və keçirik növbəti üçüncü şərti yoxlayırıq biz. A-ların sayını yoxlayırıq. Gördüyünüz kimi bizdə klaviatura sözündə 3 dənə A hərfi var. 3 A hərfi var. O deməkdir ki, 3-ü 2-yə böləndə və tam qiymətini götürəndə biz alırıq 1-i. Deməli, üçüncü şərt də ödənilir. M-in qiyməti olur 3 + 3 və olur 6. Deməli, düzgün cavab Y bəndidir. Növbəti suala keçək. Proqram nəticəsinin ekranda əks olunması üçün girişə hansı ədəd verilməlidir? Belə bir X-in qiyməti daxil olunur. Sonra bu qiymət, onun mütləq qiyməti alınır. ABS, biz bu barədə danışdıq. Və birinci şərt neyinir? Birinci şərt yoxlayır. Bu ədəd 2 rəqəmlidir ya yox? Yəni, burada biz görürük ki, mürəkkəb şərtdir. Mürəkkəb şərti and məntiqi əməllə birləşib. 2 ifadə, x böyükdür ya bərabərdir ona və x kiçikdir 100-dən. Bu mürəkkəb şərtdir. Yəni, nə zaman mürəkkəb şərt doğru ola bilər ya da true verər, qiymətini true verə bilər. Hər iki ifadə doğru olmalıdır. Deməli, bizdə girişə mütləq 2 rəqəmli ədəd daxil etməliyik. Ola bilsin ki, bu mənfi ədəd olsun, ola bilsin ki, müsbət ədəd olsun. Yəni, yenə də burada ABS yazılıb. Yəni, mənfi ədəd olsa belə biz onun mütləq qiymətini götürəcəyik. Və burada gördüyünüz kimi iç-içə, yəni ikinci if operatoru var. Yəni, əgər bu şərt ödənilirsə, biz keçirik ikinci if operatoruna və burada bizdə yenə mürəkkəb şərtdir. Nə şərtdir? Gəlin, baxaq. Deməli, yenə 2 ifadədir burada. Birinci ifadə onu bildirir ki, əgər 2-yə böləndə qalığı 0-dırsa, o deməkdir ki, cüt ədəd olmalıdır. Ədədin mütləq qiyməti cüt ədəd olmalıdır. Və ikinci, əgər siz baxsanız görə bilərsiniz ki, 3-ə bölünəndə də qalıq 0 olmalıdır. Deməli, bu ədəd həm 2-yə, həm 3-ə bölünməlidir. Yəni, belə deyək, ümumiləşdirib deyə bilərik ki, bu ədəd 6-ya bölünməlidir. Yəni, 2 rəqəmli ədəd, deməli, 2 rəqəmli ədəd olmalıdır və 2 rəqəmli ədədin mütləq qiyməti 6-ya bölünməlidir. Gəlin, yoxlayaq. A bəndində bizdə 16-dır. 16 2 rəqəmli ədəddir. Amma 16 ancaq 2-yə bölünür, 3-ə bölünmür. Deməli, ikinci if operatoru burada artıq yerinə yetirilməyəcək və ekrana heç nə çıxmayacaq burada. Biz əgər 16-nı daxil etsək. 6-nı daxil etsə, yenə bu 6 ədədi 2 rəqəmli ədəd deyil. Deməli, ekrana yenə heç nə əks olunmayacaq ekranda. Mənfi 10-u götürək. Mənfi 10, 2 rəqəmli, mütləq qiyməti onun 2 rəqəmli ədəddir və 2-yə də bölünür, amma 3-ə bölünmür. Deməli, ikinci şərt ödənilmir. Yenə də ekranda heç nə əks olunmayacaq. 330 artıq biz görə bilərik ki, bu 3 rəqəmli ədəddir. Deməli, birinci şərt artıq yerinə yetirilmir. Yenə ekranda heç nə əks olunmur. Və nəhayət, mənfi 72. Mənfi 72-nin mütləq qiyməti 72 olur. 72 2 rəqəmli ədəddir və 72 həm 2-yə, həm 3-ə bölünür, yəni 6-ya bölünür. Deməli, doğru cavab mənfi 72-dir, Y bəndidir. Deməli, keçək növbəti test tapşırığına baxaq. Proqramın nəticəsini müəyyən edin. Bizə proqram verilir, bizdə alqoritmik ifadə formasında C dəyişəni yazılıb və qiyməti hesablamaq lazımdır. Yəni, ekranda nə əks olunacaq? Deməli, bu C dəyişəndə yazılmış ifadə, bax, bu ifadəyə aiddir. Yəni, bunlar ekvivalentdir, bir-birinə ekvivalentdir. Sadəcə, bu alqoritmik dildə, yəni Python dilində yazılıb bu. Yəni, bunun qiymətini hesablamaq lazımdır. Gördüyünüz kimi, burada bölmə işarəsi verilir. Yəni, bu tam bölmə deyil, bu adi bölmədir. Ona görə də burada, əgər biz qiymətləri yerinə qoysaq və C-nin qiymətini biz tam ədəd yox, biz həqiqi ədəd alacağıq. Yəni, artıq burada biz 1 yox,
1.0 alacağıq və toplayanda 24 ilə 25-dən onda 0 olacaq. Yenidən A-nın qiyməti, yeni qiyməti hesablanır. A bərabərdir 6 idi, oldu 6 çıx 5 olur 1 qiyməti və şərt yoxlanılır. Şərt operatorunda yoxlanılır. C böyükdür A-dan və doğrudan da 25.0 böyükdür 1-dən biz deyirik bəli ya da true və keçirik şərtdən sonra göstərilmiş komandalar yerinə yetirilir. Deməli, bu komandalar artıq yerinə yetiriləcək. C-nin yeni qiyməti hesablanır. Artıq görürsünüz ki, burada 25.0 idi. Biz çıxırıq 3 vurulsun 1-ə və üstəgəl 2 olur 24.0. Və yenidən bizdə burada iç-içə ikinci şərt komandası var, şərt operatoru var və yoxlayırıq. Artıq 1 kiçikdir 2-dən ya yox. Əlbəttə ki, 1 kiçikdir 2-dən biz deyirik, bəli, yəni bu true-dur və növbəti komanda yerinə yetirilir. Yəni C-nin qiyməti tapılır, 24.0 idi, üstəgəl 7 alınır 31.0. Və ona görə də doğru cavab 31.0-dır. Yəni həqiqi ədəddir. Növbəti test tapşırığına keçək. Proqramın nəticəsini müəyyən edin. Yenə bizə verilir A bəndi 54, 63, 94, 81, 57. Gördüyünüz kimi proqram kodunda 2 ardıcıl if-else konstruksiyası var. O deməkdir ki, bunlar ayrı-ayrılıqda yerinə yetiriləcək. Yəni, şərt doğru olmasa, yenə idarəetmə növbəti if operatoruna keçəcək. Yəni, bu iç-içə if operatorları deyil. Bu ardıcıl gələn 2 konstruksiyadır. Yəni, bu 2 konstruksiya, ikisi də ardıcıl yerinə yetiriləcək. Gəlin, baxaq, necə işləyəcək bu proqram. Deməli, yoxlanılır 40 qiyməti 17 ilə, 40 17-dən böyükdür. Deməli, şərt ödənilir və C-nin yeni qiyməti tapılır. Yəni, nə deməkdir yeni qiyməti? Köhnə qiymətin A-nın üstünə B gəlir, olur 57 və artıq 57 C dəyişənə mənimsədilir. Deməli, köhnə qiymət artıq silinir. Yəni, artıq C-nin yeni qiyməti olur. Və yoxlayanda biz artıq yeni qiymətinə yoxlayırıq. Bax, bu şərtdə biz bu C-nin yerinə artıq yeni qiymət olacaq. Köhnə qiyməti yox. Və A-nı yoxlayırıq. Yoxlayırıq 42 də 57-dən. Biz deyirik bəli, yəni true. Bu yenə doğrudur. Ona görə də bax, bu komanda yerinə yetiriləcək. C bərabərdir C üstəgəl A və 57 üstəgəl olur 97. Yəni, C dəyişən yenə qiyməti dəyişdi, oldu 97. Yəni, köhnə qiymət artıq silindi. Və biz artıq bura keçmirik və növbəti bu operatordan, if-else operatoruna biz çıxandan sonra bax, bu komanda yerinə yetirilir. Bu komanda else-dən sonra gələn komanda deyil. Yəni, else-nin içində komanda deyil. Bu, görürsünüz ki, biraz soldan yazılıb. Deməli, bu ümumi proqram kodunda yazılan komandadır və o yerinə yetiriləcək. C bərabərdir, C çıx 3. Deməli, 97-dən biz 3 çıxırıq, olur 94. Və doğru cavab 94-dür. Və keçək növbəti test tapşırığına. Proqramın nəticəsini müəyyən edin. Gəlin, baxaq. Bəzi müəllimlər bu yazılışla tanış deyirlər. Yəni, bu nə deməkdir? Yəni, if operatordan sonra dəyişən yazılıb. Yəni, şərt belə bildiyiniz formada yazılmır. O nə deməkdir? Deməli, bu forması var, operatorun bu forması var. Nə zaman bu şərt false verəcək? Qiyməti 0 olan dəyişənlərdə, yəni bu biz yox deyəcəyik. Boş obyektlər üçün, tutaq ki, hansı bir siyahıdır, siyahıda elementlər yoxdur. Onun da olacaq, false olacaq, qiyməti false olacaq. Sətirdir, sətirdə yoxdur, simvollar yoxdur. Bu zamanda olacaq bizdə false və qiyməti none olan verilənlər. Biz non yazırıq da, non olan verilənlər. Bu yoxlamada false verəcək. İndi gəlin yoxlayaq. Bizdə A-nın qiyməti 0-dır. A-nın qiyməti 0-dırsa, deməli biz yoxlayanda if A yoxlayanda bizim qiymətimiz artıq false olacaq. Yəni doğru deyil. Doğru deyil. Deməli biz buradan birbaşa keçirik
else-dan sonra olan komandaları yerinə yetiririk və t-nin qiymətini tapırıq. 312 bölünsün ona, onun qalığını götürürük, alınır 2, t-nin qiymətini hesablayırıq və növbəti if operatoru var. O da yerinə yetirilir. Yoxlayırıq 12 böyükdür 25-dən. Biz deyirik, hayır, böyük deyil, yəni false-dur və ona görə də bu komanda yerinə yetirilməyəcək. Əgər biz false dedik, deməli, operatorun içində olan komanda yerinə yetirilmir və birbaşa biz çapa keçirik. Və print t çıx 8. Deməli, 12-dən çıxırıq 8, olur 4. Deməli, doğru cavab burada D bəndidir. Növbəti test tapşırığına baxaq. Proqramda aşağıdakı şərt operatordan istifadə olunub. Hansı ifadə onu əvəz edə bilər? Bunu qeyd etmək istəyərdim ki, yəni verilmiş bu ifadə buna deyilir ternar operator. Ternar operator nə deməkdir? Əgər şərt sadə formada verilirsə proqramda və şərtin nəticəsi də if-dən sonra ya else-dan sonra çox sadə formada yazılan ifadələrdir, onda ternar operatordan sadə istifadə etmək olar. Yəni, bir sərtdə biz yaza bilərik. Bu necə oxunur? Yəni, əgər x böyükdür bərabərdir 60-dan, əgər bu doğrudursa, şərt doğrudursa, onda çap edir yes. Əks halda çap edir no. Yəni, bax, bu formada biz bunu adi qaydada yaza bilərik. Yəni, bunu əvəz edə bilərik bu iki sətirlə. İndi gəlin baxaq, əgər şərt ödənilirsə, x böyükdür bərabərdir 60-a, biz əgər true deyiriksə buna, nə zaman bizdə olacaq false? Əgər x-in qiyməti böyükdür bərabərdir 60-a, biz deyirik bu doğrudur, onda x kiçikdir 60-a, bu artıq olacaq yalan. Və bunu yenidən true etmək üçün məntiqi əməl var, ona biz deyirik inversiya ya da inkar. Biz yaza bilərik not x kiçikdir 60-dan. Deməli, x kiçikdir 60-dan false-sa, not eləyəndə onu olur artıq true. Bax, bundan biz indi istifadə edə bilərik. Və burada həmin o variantı biz tapa bilərik. Yəni, bu formanı, yəni bunu əgər biz dəyişsək, bax, bu ifadə ilə, onda bizim doğru cavabımız B bəndində olacaq. Deməli, bax, bu yazı həmin bu yazıya ekvivalentdir. Və növbəti test tapşırığına baxaq. Proqram icra olunarkən ekranda nəticə necə əks olunacaq? Belə tip tapşırıqlar da adətən verilir. Bu nə deməkdir? Ancaq hansısa bir ədədlər yox, onların yerləşməsi, mövqeyi də burada vacibdir. Yəni, onu nəzərə almaq lazımdır mütləq. Ola bilsin ki, çıxışa biz ədədləri bir sırada yox, simvolları bir sıra ilə yox, hansısa müxtəlif pozisiyalarda mövqeyi verə bilərik, yəni çıxarda bilərik. Gəlin baxaq. Deməli, proqram koduna nəzər salaq. Birinci 3 operator mənimsətmə operatorudur. A-nın qiyməti 3, B-nin qiyməti 6, D-nin qiyməti 12. Növbəti 2 operator burada yer dəyişmədən istifadə olunur. Python proqramlaşdırma dilində yer dəyişmə operatorlardan çox geniş istifadə olunur. Bu yer dəyişmə operator nə deməkdir? Bunu biz 3 mənimsətmə operatoruna əvəz edə bilərik. Misal üçün, əgər A-nın qiymətini biz B-yə, B-nin qiymətini A-ya mənimsətmək istəyiriksə, onda biz hansı ixtiyarı bir dəyişəni götürə bilərik, həmin dəyişəni A-nın qiymətini mənimsədə bilərik, sonra B-nin qiymətini A-ya mənimsədirik və ondan sonra B-nin tempdə olan, misal hansı bir dəyişəndə olan qiymətini biz B-yə mənimsədirik. Yəni, bu yazını biz bu formada yaza bilərik. A-B bərabərdir B-A. Yəni, burada bax, bu sətir AD bərabərdir DA, o deməkdir ki, A ilə D-nin qiymətləri dəyişilir. DB bərabərdir BD, o deməkdir ki, buradadır D ilə B-nin qiymətləri dəyişilir. Gəlin, baxaq. Deməli, yerlərinə qoyuruq. 3, 12 bərabərdir 12, 3. O deməkdir ki, A alır 12 qiymət, D-nin qiyməti olur 3. Növbəti sətirdə bizə yazılıb DB. Deməli, D ilə B-nin qiymətləri dəyişilir. Yəni, 3, 6 bərabərdir 6, 3. Artıq bizdə D-nin qiyməti olur 6, B-nin qiyməti olur 3. Yəni, yerlərini dəyişdi. Və burada biz artıq yoxluyuruq, if operatorunu da yoxluyuruq. Yəni, if operatorunda mütləq bizdə yeni qiymətlər olacaq. Yəni, yoxluyuruq, 12 3-dən kiçikdir ya yox.
biz deyirik yox, yəni false-dur bu şərt və ona görə də biz keçirik növbəti if operatorunu yoxlayırıq. 3 6-dan kiçik deyə yox. Əlbəttə ki, 3 6-dan kiçikdir və true və D-nin qiyməti yenidən hesablanır. 6 çıx 3 bərabərdir 3-ə. Əgər şərt ödənilirsə, else-dan sonra yazılmış komanda yerinə yetirilmir və qiymət artıq çap olunur. Deməli, A-nın qiyməti çap olunur. Buna fikir verin. A-nın qiyməti çap olunur. Biz çap edirik, A-nın qiyməti 12-dir və bu nə deməkdir? End o deməkdir ki, kursor eyni mövqedə qalır. Yəni, növbəti sətrə keçmir. Eyni mövqedə qalır. Və dırnağın içində boşluq da ola bilər, hansı bir simvol da ola bilər. Gəlin, baxaq, indi bizdə dırnağın içində heç bir simvol yoxdur. O deməkdir ki, A-nın qiymətindən bitişik növbəti dəyişənin qiyməti yazılacaq. Biz 12 yazdıq, ekrana çıxdı 12. Növbəti gəlin, baxaq, print operatorunda burada B-nin qiymətidir. Artıq B-nin qiyməti bizdə 3-dür və 12-nin yanında 3 yazılacaq. Yəni, artıq olacaq 123. Və yenə baxırıq bizdə end funksiyası burada var və end funksiyasının içində, baxın, dırnağın içində tire işarəsi var. O deməkdir ki, yenə kursor qalır eyni mövqedə, amma tire ilə ayrılır. Yəni, əgər növbəti dəyişən qiyməti olacaqsa, biz artıq onların arasında tire qoyacaq. Yəni, biz artıq 1, 12, 3 yazdıq, yəni ekrana çıxdı, tire qoyuldu və növbəti 3 vurulsun D-yə çap olunur. Yəni, D-nin qiyməti bizdə 3-dür. Yəni, 3 vurulsun D-yə eləyir 9. Yəni, yanında da 9 yazılır. Deməli, ekrana, bax, ekranda bu ifadə əks olunacaq. 123-9. Gəlin, baxaq, bu D variantıdır. D variantıdır. Növbəti test tapşırığına keçək. Koordinat müstəvisində x və y, x sıfıra bərabər deyil, y sıfıra bərabər deyil. Koordinatlarına görə nöqtənin hansı rübə aid olduğunu müəyyən edən proqram tərtib edilib. Proqramın doğru kodunu müəyyən edin. Bizdə 5 variant, 5 proqram kodu verilir. Onlardan biz doğru yazılanı seçməliyik. Gəlin araşdıraq, baxaq. Deməli, əgər bizdə x-in hansı bir nöqtənin koordinatları verilirsə müstəvidə, x, y koordinatları verilirsə və biz bax belə koordinat oxları çəksək, görə bilərik ki, əgər x-in qiyməti sıfırdan böyükdür, y-in qiyməti sıfırdan böyükdür, bu birinci rübdür artıq. Əgər x-in qiyməti sıfırdan böyükdür, y-in kiçikdirsə sıfırdan, bu dördüncü rübə düşür bu nöqtə. Və x sıfırdan kiçikdirsə, y-in qiyməti sıfırdan böyükdürsə, artıq bu nöqtə ikinci rübdədir. Əgər x sıfırdan kiçikdirsə, y-in qiyməti də sıfırdan kiçikdirsə, bu üçüncü rübdür. Deməli, biz bunları hamısını proqramda nəzərə almalıyıq. Gəlin, baxaq, bax, bu A bəndində olar proqram koduna baxaq. Deməli, x-in, y-in qiymətləri daxil edilir və yoxlayırıq x-in qiymətləri. X sıfırdan böyükdür. Tutaq ki, biz dedik ki, bu nöqtə birinci rübdə yerləşir və biz dedik, bəli, sıfırdan böyükdür. Deməli, biz keçirik, burada iç-içə göstərilib if operatoru. Keçirik, yoxlayırıq y-in qiymətini. Y sıfırdan böyükdür. Aha, tutaq ki, bizdə bu nöqtə burada yerləşir. Y doğrudan da sıfırdan böyükdür və bir ekrana çıxır 1, yəni birinci rüb. Bu, hələ ki, normaldır. Və bundan sonra keçir növbəti if operatoruna yoxlamağa. Əgər x kiçikdir sıfırdan, çap eləsin 2-ni. Aydındır ki, x bizdə tutaq ki, sıfırdan böyükdür, biz bunu çap eləməyəcəyik. Amma bu şərt ödənilməsə, bizdə else-dən sonra gələn şərt ödənilir. Bizdə ekrana yenə 3 çıxacaq burada. Yəni 1 çıxdı, 3 də çıxacaq və bu hələ son deyil. Biz bütün bu dövrlərdən, iç-içə dövrlərdən çıxandan sonra biz artıq 4-ü də çap eləyəcəyik. Deməli, bu nəticə doğru deyil. Yəni proqram düzgün yazılmayıb, tərtib olunmayıb burada düzgün. Gəlin, baxaq B bəndinə. B bəndində bizdə yenə x-in qiyməti yoxlanılır. X əgər sıfırdan böyükdürsə, indi y-in qiyməti yoxlanılır. Burada nə demək olar? Burada ümumiyyətlə kod düzgün yazılmıb. Yəni, burada şərt verilir, amma şərtdən çıxan nəticə yoxdur. Yəni, hansı operator yerinə yetiriləcək, bu yoxdur artıq. Yəni, ümumiyyətlə, bu proqram kodu düzgün deyil. C bəndinə baxaq. X-in qiyməti sıfırdan böyükdürsə, ekrana çıxır 1, yəni birinci rübdə. Artıq bu da səhvdir. Nəyə görə?
x-in qiymətinə görə, ancaq x-in qiymətinə görə biz rubi müəyyən edə bilmərik. Yəni, biz mütləq iki qiyməti yoxlamalıyıq. Həm x-i, həm y-i. Ona görə də burada yazılmış proqramda doğru deyil. D bəndində baxaq proqrama. Deməli, burada x-in qiymətini biz yoxlayırıq. Yenə ekrana çıxardırıq 1. Yenə burada həmin səhv gedib və yenə növbəti artıq operatorları heç yoxlama ehtiyacı yoxdur. Artıq burada səhv gedib. Yəni, x-in qiyməti 0-dırsa 1 gedir. Yəni, x-in qiyməti sıfırdan böyükdürsə, burada ya birinci, ya ikinci, dördüncü rübdə ola bilər. Birinci ya da dördüncü. Ona görə də belə birbaşa print 1 yazmaq olmaz. Gəlin, sonuncu bəndi yoxlayaq və əgər x-in qiyməti sıfırdan böyükdürsə və növbəti, baxın, burada ikinci if operatoru yoxlanılır. Yəni, bu iç-içə iflərdir. Y-in qiyməti yoxlanılır. Artıq biz bilirik ki, bu ya burada olacaq, ya burada nöqtə olacaq. Y-in qiyməti yoxlanılır. Y böyükdürsə sıfırdan ekrana çıxır birinci rüb. Doğrudur. Əks hal o deməkdir ki, Y kiçik olacaq sıfırdan. Çap eləyəcəyik biz 4. O da düzdür. İndi, tutaq ki, bizim x-in qiyməti sıfırdan kiçik idi. Biz daxil etdik. Deməli, harcı burada aid olacaq. Deməli, bax, bu operatorlar yerinə yetirilməyəcək. Biz birbaşa keçirik, bax, bu komandalara, else-dan sonra olan komandalara keçirik və yoxlayırıq. Y sıfırdan böyükdürsə, biz çap eləyirik 2. Düzdür, doğrudur. Əgər x kiçikdir sıfırdan, Y sıfırdan böyükdür, doğrudan da 2, ikinci rübdür. Və əks halda, demək, əks hal o nə deməkdir? O deməkdir ki, Y sıfırdan kiçikdir. Və əks halda biz ekrana çıxardırıq 3. Deməli, doğru cavab Y bəndindədir. Bax, belə bir test tapşırığı. Keçək növbəti test tapşırığına. M bərabərdir 11 üçün proqramın nəticəsini müəyyən edin. Gəlin fikir verək proqram koduna. Biz burada görürük, bizdə if, elif, else konstruksiyası verilir. Deməli, nə zaman bu konstruksiyadan istifadə olunur? O zaman, misal üçün ki, bizdə çox şərt var, biz bu şərtləri hamısını yoxlamalıyıq və bu zaman biz bu konstruksiyadan istifadə edə bilərik. Elif nə deməkdir? Elif o deməkdir ki, else if. Yəni, əks halda yenə if operatoru yerinə yetirilir. Belə konstruksiyadan tez-tez istifadə olunur. Gəlin, baxaq, bu proqram kodu necə işləyəcək? Deməli, n üçün bizdə 11-dir. Biz yerinə qoyuruq, n yerinə qoyuruq 11 və birinci şərti yoxlayırıq. N kiçik deyə bərabərdir 3-ə. Yəni, 11 kiçik deyə bərabərdir 3-ə. Aydındır ki, 11 kiçik deyil 3-dən, bərabər də deyil. Ona görə də, bax, bu şərt ödənilmir. Biz birbaşa keçirik, yoxlayırıq ikinci. Yəni, if-i yoxlayırıq, yəni else if-i yoxlayırıq və burada da şərti yoxlayırıq. 11 kiçik deyə bərabərdir 6-dan. Yenə biz deyirik here, yəni false-dur bu. Deməli, buradan da biz çıxırıq, yenə yoxlayırıq. 11 kiçik deyə bərabərdir 10-dan. Yenə biz deyirik, yox. Deməli, buradan da biz çıxırıq və buradan çıxandan sonra biz artıq else-dan sonra olan komandanı yerinə yetiririk və cavab olur 13. Gəlin, baxaq, burada C bəndidir. Növbəti test tapşırığına baxaq. Deməli, Python dilində yazılmış proqramın girişinə 9 verilərsə, onun nəticəsini müəyyən edin. Gəlin, baxaq. Deməli, A-nın qiyməti bizdə 9-dur. B-nin qiyməti hesablanır proqramda. 9 çıx 11 olur -2 və yenə burada şərt yoxlanılır. 9 üstəgəl -2 eləyir 7. 7 sıfırdan böyükdür. Və ona görə də bu print operatoru yerinə yetirilir. Yəni, A hərfi ekranda əks olunacaq və yenə burada end var. End o deməkdir ki, A çap olundu, yəni ekranda əks olundu və kursor həmin mövqedə qaldı. Yenə end dırnağın içində yoxdur, heç bir simvol yoxdur. Deməli, nəsə ora bitişik yazılacaq. Gəlin, yoxlayaq növbəti if operatoru. Deməli, bu ardıcıl yerinə yetirilir. Yoxlayırıq. Deməli, A9 çıx -2 eləyir 11. Deməli, 11 sıfırdan kiçik deyil, bərabərdə deyil. Deməli, bu print komandası yerinə yetirilməyəcək. Növbəti elif blokunu biz yoxlayırıq və burada da biz false nəticəsi alırıq. Yəni, -2 üstəgəl 6 eləyir
4, 4 9-dan böyük deyil. Deməli, yenə burada biz false alırıq. Else blokuna keçirik. Else blokuna keçəndən sonra artıq burada biz burada olan komandanı yerinə yetiririk. Yəni, əgər biz burada komandalar yerinə yetirilmədi, yəni hamısı false verdi, deməli, else-dan sonra biz artıq bu komanda yerinə yetiriləcək. Deməli, biz dedik ki, biz A hərfi ekranda çap olundu və yanında kursor durdu və ona bitişik D yazılacaq və ondan sonra boşluq buraxılacaq. Ona görə ki, burada vergüldür. Əgər vergül durursa, bir boşluq buraxılır dəyişənlərin arasında, verilənlərin arasında daha doğrusu və ondan sonra BA yazılacaq. Və bu else-dan sonra olan komanda yerinə yetirilməyəcək. Yəni, artıq cavab olacaq A, D, B, A. Gəlin, baxaq, bu hansı bənddir? Bu Y bəndidir. Deməli, bugün biz şərt operatoruna aid test tapşırıqlarına tanış olduq. Ümid edirəm bizim müəllimlərimiz bu tapşırıqları uğurla yerinə yetirəcək. Nayda xanım, izah elədiyiniz mövzu daha çox izahına ehtiyac duyulan mövzudur. Çünki biz şərhlər bölməsində də onu hiss eləyirdik. Müəllimlər daha çox bu mövzunun izah olunmasına, diqqət ayrılmasını istəyirdilər. Təşəkkür edirik ətraflı izahınıza görə. Ümid edirik ki, müəllimlər üçün faydalı olacaq. Mən də sizə təşəkkür edirəm. Çox sağ olun. Əziz müəllimlər, bugünlük verilişimiz bu qədər. Növbəti buraxılışlarda görüşənə qədər.